Bugün Şaban ayının biridir, mübarək bir ay daxil olub və bu ay hədislərimizə əsasən Peyğəmbərimizin ayıdır. Peyğəmbər buyurub ki, Şaban ayı mənim ayımdır. Bu ayı başdan ayağa Peyğəmbərimiz oruç tutardı və bu aya çox dəyər verirdi. İmam Səccad əleyhissalam bu ay daxil olan kimi bütün yaxınlarını, səhabələrini cəm elədi, bir yerə topladı və soruşdu onlardan ki, heç bilirsiniz hansı ay daxil olub? Bu Şaban ayıdır. Və Peyğəmbər buyurub ki, bu ay mənim ayımdır. Ondan sonra İmam Səccad əleyhissalam buyurdu ki, Peyğəmbərin məhəbbətini cəlb eləmək üçün və Allaha yaxınlaşmaq üçün bu ayda oruç tutun. Kim bu ayda bir gün oruç tutsa, Peyğəmbərimiz buyurub, Allah cənnəti ona vacib eləyər. Cənnət ona vacib olar. Peyğəmbər carçı göndərirdi Mədinədə, küçələri gəzib deyirdi ki, Şaban ayı daxil oldu. Şaban ayının biridir. Yəni, bunu bildirmək istəyir ki, bu bir hadisədir bu ayın gəlişi. Elə belə sıradan bir ay deyil. Yəni, bunu hazırlıqla qəbul eləyin. Şaban ayının girişi mömin üçün, müsəlman üçün bir hadisədir. Mühüm bir hadisədir. Bu ayın fəzilətli əməllərindən biri istiğfar eləməkdir. Bacararsınızsa, əgər bugündən başlayaraq, hər gün 70 dəfə bu zikri demək yaxşıdır. Bacarsınız, Şaban ayı bugün daxil olub. Hər gün 70 dəfə Əstəğfirullahə və əsəluhut tavbə. Çox sadə bir zikirdir, çox sadə. Günün neçə dəqiqəsini aparır. Amma çox fəzilətlidir. Əstəğfirullahə və əsəluhut tavbə. Mənası istiğfardır, bağışlanmaq istəməkdir. Ki, Allah məni bağışlasın, Allahdan bağışlanmaq istəyirəm və tövbə istəyirəm. Tövbə, yəni mənə tövbə nəsib eləsin və ya Allah da mənə tərəf qayıtsın, tövbəmi qəbul eləsin. Gündə 70 dəfə bu zikri demək insanın qəlbində bir rahatlıq yaradar. Həm də bağışlanmağa səbəb olar. İnsanın bağışlanması Allahın istəyidir. Allah özü bəhanələrlə insanı bağışlayır. Xüsusən də bu aylarda Allahın rəhməti insanlara daha yaxın olur. Bəzən deyirlər ki, bu nəyə lazımdır? Rəcəb ayı, Şaban ayı, bunlar hamısı Allahın rəhmətinin təzahürüdür. Burada bir pis bir şey yoxdur. Allah müəyyən günləri, ayları, yerləri rəhmət qərar verməklə bizim üçün qapılar açır. Biz hərdən təəccüblənirik və buna da narazılıq eləyirik ki, indi nə oldu, Şaban ayda biraz artdı, Rəcəb ayda artdı. Bunlar hamısı Allahın bizə rəhmət nəzəridir. Bundan məmnun olmalıyıq ki, Allah bəzi zamanları fərqləndirib ki, daha tez bağışlasın bizi, daha böyük rəhmətə şamil eləsin bizi. Yəni, bu Allahın bizə olan rəhmətinin təzahürüdür. Bu ayları sadəcə olaraq başqa aylardan fərqləndirməyimiz lazımdır. Xüsusən də Şaban ayını. Şaban ayı artıq Ramazan ayına yaxınlaşdırır bizi, hazırlayır bizi. Ramazan ayına təmiz daxil olmaq üçün artıq Şaban ayından hazırlaşmağımız lazımdır. Heç kəsə də vacib bir öhdəçilik qoymayıb Allah Şaban ayında. Adam var bir ay oruç tutur, adam var bir gün tutur, adam var 3 gün tutur, adam var bu zikri deyir. Hər halda burada seçim imkanı verib, heç kəsə də vacib buyurmayıb nəysə, biz etiraz eləyək. Vacib deyil, bu müstəhəbdir, bəyəniləndir, amma ki, hər halda əlavə fürsətlər də Allah bizə verir.
Yaxşı deyil adam heç bir fürsətdən istifadə eləməsin. Ay gəlsin, keçsin, heç o bir aylarla fərq eləməsin. Bu bir növ ədəbsizlikdir Allahın huzurunda. Allah çağıra sən getməyəsən, heç bir kiçik addım da atmayasan ona tərəf, bu böyük bir ziyana səbəb olar. Elə bil Allah həmişə çağırır bizi, hər ayda, hər gün çağırır. Amma bu aylarda deyir fürsətləri artırmışam. İnsan sadəcə hiss eləsə ki, Şaban ayındadır, bu da böyük bir şeydir. Bu da böyük bir şeydir. Bu insanı başqa canlılardan fərqləndirir. Çünki o canlılar üçün nə Şaban ayı var, nə Rəcəb ayı var. Onlar üçün fərqi yoxdur hansı aydır. Onlar üçün ay anlayışı yoxdur. Amma insan fərqlənir bu aylarda. Hiss eləyir ki, xüsusi bir rəhmətdə qərar tutub. Hiss eləyir ki, ilahi ziyafət gəlir qarşıdan. Allah qonaqlığına gedir. Xoş əhval-ruhiyyə ilə bu aya daxil olmaq üçün Ramazan ayına bir neçə müddət əvvəldən hazırlaşmağımız lazımdır. Ki, birdən-birə Ramazan ayına əliboş daxil olmayaq, bir qədər özümüzü hazırlayaq, mənəvi cəhətdən təmizləyək. Və bu ayda ən üstün əməllərdən biri sədəqə verməkdir. Gücünüz nəyə çatırsa sədəqə ayırmağa can atın bu ayda. İnsan gərək cəmiyyəti düşünsün, insan gərək başqa insanları düşünsün. İnsan gərək qazandığından bir pay ayırsın, Allahın dininə pay ayırsın, ehtiyaclı insanlara pay ayırsın. Vallah bunun xeyri ilk növbədə insanın özünədir. Nəysə çətin gəlir adamlara. Bu məsələ ortaya gələndə elə bil ki, xoşlarına gəlmir bəzi insanın, kimsə bunları deyəsən qarət eləyəcək bu saat. Amma bu Allahın hökmləridir. İnsan bir qədər qazandığından başqalarına da fayda versin. Adam var qazandığı geyimi, yeməyi, ailəsi, uşağı və salam bununla məhdudlaşır. Bu bədbəxt insandır, bu kiçik insandır, bu cılız insandır, bu günü-gündən dünyaya bağlanan, dünyanı özünə bütə çevirən, dünya üçün yüz oyundan çıxan insandır. Amma bu aylarda xüsusən və istənilən vaxtda da sədəqə ayırmağın, Allah yolunda pul xərcləməyin, var dövlətindən keçməyin insanın ruhunda xüsusi təsiri var. İnsan ürəyindən o dünyanı başqa cür çıxarda bilməyəcək. Biraz fədakarlıq lazımdır. Quran açıq buyurur, lən tənalül bir hətta tunfiqu mimma tuhibbun. Açıq aşkar buyurur. Buyurur ki, heç bir yaxşılığa çatmayacaqsınız. Bu ki, Quran ayəsidir. Sevdiyinizi Allah yolunda verməyənə qədər. Tunfiqu mimma tuhibbun. Ürək bağladığınız dünyanı Allah yolunda verməyənə qədər heç bir fəzilətə çatmayacaqsınız. Amma hamı o birinin boynuna qoyur. Hamı elə bilir ki, başqası eləməlidir. Başqası sərf eləməlidir. Ona görə bu qədər problemlər çıxır. İnsanlar cümə günü gəlir, bəzən dərdin deyir bizə, mənə özümə müraciət edirlər. Mən deyirəm, mən acizəm bu qədər ehtiyacları ödəməkdə. Adam xəcalət də çəkir, amma başa düşmürlər çoxu ki, cümə gününün fəlsəfəsi elə budur. Ki, gələ insan bir-biri ilə həmdərd ola, bir-birinə yardımlaşa, bir-birinin dərdinə dərman ola. Cümə gününün əsas fəlsəfəsi bundan ibarətdir. Amma yox, kimsə elə bilir ki, elə kimlərsə bu işləri görməlidir. Biz də gəzib, yeyib-içib gəzməliyik, gəlib deməliyik, bəh, bugün gözəl moizə oldu, bugün yaxşı namaz oldu, dağılışdıq, getdi evimizə, işimizə. Bu din deyil, bu özünü allatmaqdır. Allahın dindarlığımızı ölçəndə meyarı budur ki, nəydən keçə bildin mənim yolumda, nəyi sərf eləyə bildin? Nədən imtina edə bildin Allah yolunda? Bu bizim dindarlığımızın, Allaha yaxınlığımızın meyarıdır. Və bunun xeyri ilk növbədə özümüzə gəlib çatacaq. Hər kəs qiyamətdə hədisdə var, öz sədəqəsinin kölgəsində dayanacaq. Bu varlı kasıba da baxmır. Kasıb da ol, fəqir də ol, istəyirsənsə var dövlətin artsın, deyir, bacardığın qədər kömək elə, Allah artığın verəcək. Bunda heç kəs itirmir. Bizim səhv düşüncəmiz budur ki, xərclənməklə elə bilirik sərvətimiz azalacaq. Allah əksin buyurur. Buyurur ki, xərcləyin ki, mən bərəkət verim, çoxaldım. Ruzu mənim əlimdədirsə, mənim yolumda xərcləməklə azalacaqsa, bu işdə nə məntiq ola bilər? Bir halda ki, bu mənim əlimdədir. Mən də əmr eləyirəm ki, bunu Allah yolunda sərf elə, mən əmr eləyirəmsə, deməli artıqlaması ilə də o ruzunu başqa yerlərdən yetirəcəm.
Şaban ayı belə bir mübarək aydır ki, Allah insanlara fürsət verir. Həm fərdi ibadətlər, namaz, oruc, dualar, zikirlər yükləmək lazımdır özünü. İnsan gərək özünü yükləməsin. Gücü çatan qədər, nə qədər gücü çatır, onun heç olmasa bir-iki addım Allaha tərəf atsın. Bu fərdi ibadətlərdə, ictimai məsələlərdə belədir ki, insan bir düşünsün ki, məndən dinimə nə fayda gəlib indiyə qədər. Mən elə oturmuşam, onu bunu müzakirə eləmişəm, o səhv eləyir, bu düz eləyir, filan eləyir, amma heç mən neynəmişəm? Mən neynəmişəm? Asan məsələdir, oturub onu bunu müzakirə eləyəsən, eyib axtarasan, özü ağıllı biləsən hamıdan, amma özündən bir fayda gəlməyədiyinə. Bunun qiyamətdə də sorğu sualı var. Mən bunu dəfələrlə demişəm. Bir daha bugün təkrar eləyib, sözümü yekunlaşdırıram birinci xütbəni. Ki, qiyamət günü sorğu sualları içində biz ancaq elə bilirik, bizdən günahlar soruşulacaq, bir də vacib namazlar. Amma Allahın sorğu sualında ən əsas məsələlərdən biri budur ki, bu işləri görə bilərdin, niyə görmədin? Bu sual ağır suallarındandır qiyamətin. Bu Allahın dininə, İslama, millətvə, xalqıva, yaxınlarına səndən nəsə bir fayda gəldi yoxsa yox? Bu həll edici suallardan biridir. İnsanın böyüklüyünün meyarı bu məsələlərlə ölçülür və bu qarşıda neçə dənə bayram var. Şəban ayı bayramlar ayıdır. Şəban ayında İmam Hüseyn əleyhissalamın mövlud günü var. Şəban ayında Həzrət Əbəlfəz ağanın, İmam Səccad əleyhissalamın dalbadal iyulun 1-i, iyunun 1-i, 2-si, 3-i mövlud günləridir. Həzrət Əli Əkbərin mövludu Şaban ayındadır. Şaban ayının 15-i İmam Zaman əleyhissalamın doğum günüdür, mövlud günüdür. Yəni bayramlar ayıdır, şadlıq ayıdır, mənəviyyat ayıdır bu ay. Çox mübarək, gözəl bir aydır. Yaxşı olar ki, bu günlərin faydalarından bəhrələnə bilək, istifadə eləyə bilək və xüsusilə də düşünməklə, daşınmaqla, düşünmək çox önəmlidir. Kör-köranə şəkildə ibadət insanı heç yerə çatdırmaz. İnsan bu mövlud keçirtdiyi adamların mövlud günlərində görürsən şirniyyat verirlər, ehsan verirlər, gəlib ilahi mahnı oxuyurlar, kimsə danışır. Bir rəsm, adət halına gəlib düşür. Bunlar yaxşı şeydir, amma bunların hamısından önəmlisi bu şəxsiyyətlər haqqında düşünməkdir. Ki, İmam Hüseyn kim idi? Hansı hədəflər uğrunda mübarizə apardı? Nə üçün yaşadı? Bu məsumların həyat fəlsəfəsi nədən ibarətdir? Və bir qədər onları tanıyaq, mütaliə eləyək, bir qədər də düşünək ki, o insanlar kim idi və nə uğrunda canlarından keçdilər. Və İmam Zamanın mövludu xüsusən bu 15 gündə çoxlu yad eləyək İmam Zaman əleyhissalamı dualarımızla, ibadətlərimizdən və çalışaq ki, onun zuhurunun gəlişi üçün, tezləşməsi üçün, yaxınlaşması üçün hərə özü ilə, Allahı ilə əhd bağlayaq ki, bir qədər töhfə verəcəm. Hansısa bir şəkildə mən də bir xidmət eləyəcəm ki, yaşadığım cəmiyyətə fayda verim, xeyir verim və bu vasitə ilə də onun zuhurunu tezləşdirim. Bugün sabah yox, birisi gün səhv eləmirəmsə, bəli, İmam Zaman əleyhissalamın mövlud günüdür, bazar günü. Bugün Şəban ayının 13-cü günüdür. Sabah axşam mövlud axşamıdır. Yəni şənbədən bazara keçən gecə mövlud gecəsidir. Mən bir neçə cümlədə İmam Zaman əleyhissalamla bağlı bir məsələyə sadəcə işarə eləmək istəyirəm. Biz hamımız, burada oturan insanlar ən azı, əksəriyyətimiz onun intizarını çəkənlərdən hesab olunuruq. Onun yolunu gözləyənlərdən hesab olunuruq. Və bu istək bizdə lazımı səviyyədə olmasa da, hər halda hərdən baş sındırırıq ki, onun zuhurunun şərti nədir? Çox sözlər danışmaq olar. Bir açar demək istəyirəm, sözümü də onunla tamamlamaq istəyirəm. Onun gəlişinə mane olan nədir? Onun gəlişinə mane olan zülm deyil, zalimlar deyil. Qətiyyən belə deyil. Ca'əl haqq və zəhəqəl batil. Bundan qətiyyətli söz yoxdur. Quran batilin mahiyyətini çox gözəl şəkildə bu ayədə açıqlayır. Ca'əl haqq, zəhəqəl batil.
Haqq gəldi, batil getdi. İnnəl batilə kana zəhuqa. Batil aradan getməkdədir. Batilin elə bir gücü yoxdur, var olsun. Bunu başa düşsək, çox şey başa düşərik. Biz deyir, necə yəni, batil filan dövlət, o boyda qüdrəti, gücü, dünyaya ağalıq eləyir, zəifdir. Quran belə deyir. Quran belə deyir ki, onun var olma səbəbini siz yaradırsınız. Batil zatən məhvə məhkumdur. Batil bir şey deyil, haqqın qarşısında dayansın. Onun zuhuruna mane olan batil deyil, onun zuhuruna mane olan bəşəriyyətin də hazır olmaması deyil, insanlıq, bəşəriyyət hazır olacaq filan, bu da deyil. Əsas maniyə zuhurla bağlı hadisələrin epicentri sizlər, bizlərik. Əsas maniyə onlara bağlılıq iddiasında olan bizlərik. İddia eləyənlərdir. Biz nə etməliyik ki, onun zuhuru gerçəkləşsin? Çox söz danışmaq olar da. Bir cümlə ilə öz dilindən deyirəm. Deyir, əgər bizim tərəfdarlarımız Allah onları öz itayətinə müvəffəq eləsin, bizim əhdimizə vəfa etmək üçün bir yerə toplaşsaydılar, bizim zuhurumuz bir an belə gecikməzdi. Açıq, aşkar, rahat. Əlavə şərt qoymadan. Ala ictima'in minəl qulub. Heç nə, bizi sevmə iddiasında olanların qəlbləri biri olsaydı, bir an bizim zuhurumuz gecikməzdi. Amma bunun üzərində düşünsün, nə qədər məsələ var bunun içində. 5-10 adamın, 100 adamın bir yerdə olub qəlbləri bir olması, vəhdətdə olması, birlikdə olması xeyli şeydən xəbər verir, bilirsiniz. Bu fədakarlıq ruhiyyəsi yaradır insanda. Deyirik ki, günah təxirə salır. Fərdi günah o qədər də təxirə salmır onun zuhurunu. Vəhdətdə olmamaq ki, ən böyük günahdır, o təxirə salır onun zuhurunu. Milyonlarla təqvalı adam olsun. Milyonlarla deyirəm, tam cəsarətlə. Heç bir günah eləməyən, milyonlarla təqvalı insan olsun. Amma hərəsi fərdi qaydada Allaha tərəf getsin, onun zuhuru gerçəkləşməyəcək. Allah istəyir ki, o təqvalılar birləşsin, bir yerdə olsun, bir yerdə. Əl-ələ versin, vəhdətdə olsun. Niyə görə? Bu nə üçündür görəsən? Bu onun üçündür ki, 2 adam birləşsin bir məqsəd üçün görək bunun təqvası nə qədərdir. Belə nə var ki? 2 dənə mömin adamdır, ikisi də yaxşı oğlandır, yaxşı adamdır. Onun ikisi gəlir, birləşir, bir iş qurur, sonra görsən nələr çıxdı üzə. İkisi birləşir, bir səfərə gedir, deyir, dostum, filankəs dostum deyir, səfərə çıxmamışam, səfərdə tanınar. Bu birlikdə olmaq, bir yerdə olmaq insanın xüsusiyyətlərini üzə çıxardır. Ona görə fərdi qaydada Allaha doğru getmək asandır. Ailədə dözmək, ailə özü bir təşkilatdır. Ailə göstərirsən nə qədər təqvalısan. Bacı ilə, qardaşla, ata ilə, ana ilə münasibət. Təqva burada insan olur. Ona görə deyib, birləşsələr, qəlbləri bir olsa, burada problem nə olur? 10 adam birləşir, başlayır çəkişmə, onun ayağından dartır, bunun ayağından, o getdi qabağa, mən qaldım, vəssalam. Ona görə İmam Zaman incə məqama deyir, onlar bir yerə toplaşsaydılar və qəlbləri də bir olsaydı, bütün fikir ayrılıqlarına baxmayaraq, bir-birinə ziddiyyətlər vasitəsilə təkmilləşsəydilər, bizim zuhurumuz bir an belə gecikməzdi. Bir an belə gecikməzdi. 10 adam bir yerdə birləşib təsəvvür edin, iş görür, bir müqəddəs bir iş görür. Bəzən görsən, biri səhv eləyir, onun səhvini desən, bu mənim günahımdan oldu. Öz uğuru deyəsən, mənim uğurum deyil, bunun uğurudur. Budur, mənəviyyat budur, yoxsa qalan sözlər oyunbazlıqdır. O, belə qaşqabaq sallayıb təsbih fırlatmaq dindarlıq deyil. Dindarlıq özünü ictimai münasibətlərdə göstərməlidir. Kim kimə güzəşt elədi, kim kim üçün keçdi, kim kimin ayağına durdu, kim kimin qabağında əyilə bildi. Müsbət mənada əyilmək var həyatda. Əyilmək isə hamısı mənfi deyil. Dostun, qardaşın qabağında mömin insanlar, inanclı insanlar bir-birinin qabağında elə əyilsə inkişaf eləyər. Keçsə inkişaf eləyər, güzəşt eləsə inkişaf eləyər.
Mənəm deməklə inkişaf olmur. Ona görə də Quranda ayə var. Ya eyyuhəllezina amenu isbiru və sabiru və rabitu. İsbiru, sabiru ikisi də səbir sözündəndir. Deyir, ey möminlər, ey iman gətirənlər, səbr edin. İsbiru, sabiru, birlikdə səbr edin. Və rabitu, bir-birinlə əlaqədə olun. Bir-birinlə münasibətdə olun. İctimai işlərdə həmkarlıq edin. Bax, onda o zuhur gerçəkləşəcək. Bir məsciddə bir icma, bir dəstə insan xidmət göstərir, onların ictimai münasibətlərində onların kimliyi üzə çıxır. Hərdən müəyyən hədəflər üçün, müsbət xidmət üçün, millətə, xalqa xidmət üçün sözdə olan 5-10 nəfər gənc, savadlı adam birləşsin, bir yerdə iş görsün. Əl-ələ versin, bir yerdə iş görsün. 5-10 dənə iş adamı birləşsin, bir yerdə hansısa işləri həyata keçirsin. Bir yerdə olmağın içində bir gözəlliyi var. Çünki həzm eləməlisən bir-birini. O istə yatmış o nəfs orada baş qaldırmağa başlayır. Deyirsən, maşallah təqvalı adamdır. Tək meçiddə get, gəl, tək işə get, ailə önündən burada dindar olmağa nə var? Elə ki, adamlar bir araya gəldi, başlayır. Onu təriflədilər, mən niyə qaldım? Ona diqqət elədilər, mən niyə qaldım? O elə, mən belə, başlayırlar müqayisələr. Sənə görə oldu bir uğursuzluq. Uğur olan kimi hiss elətdirir ki, mən elədim. Bunlar hamısı insan islahının əsas xüsusiyyətlərindən biridir. Uzun danışa bilərdim. Bir cümlə ilə, bir nəsiyyət qalsın yaddaşınızda ki, İmam Zaman ağanın öz dilindəndir ki, bir yerə toplaşıb qəlbləri bir olsa, bir an belə bizim zuhurumuz gecikməz və təxirə düşməz. Doğrudan da biz böyük bir itkiyə məruz qalıb bəşəriyyət. Gərək o dövrdə adam yaşasın, fi dəvlətin kərimə dualarda var. Allahümmə inna nərğəbu iləykə fi dəvlətin kərimə. O kəramətli düzəndə yaşamaq istəyirəm. Tuizzu bihəl İslam və əhluha. Orada İslam mənəvi fəzilətli adamlar əzizdir. Nifaq əhli zəlildir. Onun fəzası nuranidir. Yəni İmam Zaman dövrünü bir cümlə ilə necə vəsf eləmək olar? Mən belə eləyərdim ki, İmam Zaman dövründə havadan sevinç tökülür, şadlıq tökülür. Adamlar şad xürrəmdilər. Göylə yerin arasında sərhədlər yaxınlaşıb, göyün qapıları yerə açılıb. İnsanlar elə bilir ki, gələcək ilə namaz qıldıracaq falan. O insanların mənəviyyatı ilə işi yoxdur. O gəlib zəmin yaradacaq ki, insanlar mənəviyyatı ilə işi yoxdur. Bu anlamda ki, yəni zorla mənəviyyat təlqin eləmir. İşi elə mənəviyyatlandır. Amma insanlara mane olan amilləri aradan aparandan sonra insanlar keyf içində, şadlıq içində bu dediyim məsələlərdən zövq alacaqlar. Odur ki, onun dövlətinin, onun yaratdığı düzənin qapısından, pəncərəsindən sevinç və ləzzət yağacaq, məstlik yağacaq, insanların şad olmağı üzlərindən görünəcək və buna zəmin yaratmaq üçün fədakar adamlar lazımdır, fədakar insanlar lazımdır. Fədakarlıq budur ki, birinin sözü birinin boğazından keçsin, biri-birinə güzəşt eləsin, öz haqqını qardaşına keçsin, eybi yoxdur, qoy o təriflənsin, sən pərdə arxasında qal. Xoş o adamların halına ki, adları qeyd olunmur, amma Allah dəftərində yad olunur. Biri biraz qabağa gedəndə narahat olmasın, qızıqlanmasın. Ruhanilər arasında da belə, insanlar arasında da belə. Əsas odur ki, insan dəyərə xidmət eləsin. Nə fərqi var ki, kimin adına yazıldı? Nə fərqi var? Heç bir fərqi yoxdur. Və bir də bunu qeyd edeyim ki, sabah gecə, yəni bu gecə yox, sabahki gecə çox fəzilətli gecədir. Qədr gecəsindən sonra ən üstün gecə sabahki gecədir. Yəni şənbədən bazara keçən gecədir. Çox fəzilətlidir. Müqəddəratın təyin olunmasında Qədr gecəsindən əlavə bu gecənin də önəmi var. Hətta deyirlər ziyarətlər də bu gecə yazılır. Ziyarət arzusunda olanlar o gecədə dua eləsinlər, ziyarət. Başqa nə hacətləri var, dua eləsinlər. Şabaniyə münacatını oxumaq yaxşıdır. İmam Zamanın öz ziyarəti var. 100 dəfə təsbihat ərbəyə deyə bilərsiniz. Subhanallah və elhamdülillah və la ilahe illallah və Allahu Ekber. Bunu 100 dəfə demək olar. İstiğfar eləmək olar. Öz dili üzdən kimin gücü nəyə çatır? 2 rükətlə namaz qılıb dua eləsə işdir və ən fəzilətli əməllərdən biri, bəlkə də birincisi bu gecə bir üstü açıq yerdə hündürlüyü olsa lap yaxşı olsa, olmasa elə üstü açıq bir yerdə bir insan özü qibləyə dayansın, sağa sola və göyə baxsın, desin Əssalamu aleykə ya Əba Abdillah, Əssalamu aleykə və rəhmətullahi və bərəkatuhu.
Bunu bir-iki cümlədir. Esselamu aleykə ya Əbu Abdillah, esselamu aleykə və rəhmətullahi və bərəkatuhu. Deyir, kim bunu eləsə, elə bir peyğəmbərlərin hamısı ilə görüşüb, onları ziyarət edib. Yəni, sabahki gecənin qədrini bilin, çox fəzilətli, gözəl gecədir, ona bərat gecəsi də deyirlər, duaların qəbul olduğu gecədir və sizdən bir kiçik qardaşınız kimi xahiş edirəm, elə bu sözümü də yadda saxlayın ki, məni də dualarınızda yad edirsiniz, mən sizin nökərünüzəm, xidmətçünüzəm və hər bir ağa da gərək öz nökərini də hərdən dualarında yad eləsin. Ona görə də sizin hamınızdan dua xahiş edirəm, dualarınızda bir-birinizi dua eləyin və o Həzrətin, o İmam Zaman əleyhissalamın zuhurunu, gəlişinin tezliyini Allahdan istəyək.